Salam. Bu videoda sizə köməkçi nitq hissələrindən biri olan ədəta aid sualların izahını verəcəm. Birinci sualda əmr ədatı işlənmiş cümləni müəyyən edin deyir. Axı mənim heç nədən xəbərim yoxdur. Burada ədat axıdır. Axı isə qüvvətlendirici ədatdır, əmr ədatı deyil. B-də kaş səninlə gedəydim. Kaş ədatdır, amma arzu ədatıdır. B variantını çıxdım. Bu barədə heç kəsə bir söz demə ha. Deməli burada hanı biz əmr ədatı kimi götürə bilərik. Elə cavabımız olur C variantı. D variantında siz gülərdən niyə qorxursunuz ki? Burada ki ədatdır, amma sual ədatıdır. Siz ki mənə inanırsınız. Burada da ki ədatdır, amma qüvvətləndirici ədatdır. Cavabımız olur elə C variantı. İkinci sualda hansı cümlədə ədatın yazılışında səhvə yol verilib? Bunu sən Arifəmi tapşırırsan. Deməli, ümumi ədatı sözü birləşik yazılır. Deməli, burada düz yazılıb. Bax, evə çatana dək uşağın əlini buraxma. Deməli, burada dək səhv yazılıb, amma ədat deyil, dək qoşma gedir. Ona görə B variantını çıxdım. Yazsana, nə gözləyirsən? Deməli, burada da heç bir səhv yoxdur. Bura bax, sən də mi bununla razı deyilsən? Bəli, artıq burada səhv var. Niyə? Çünki m ədatı birbaşa sözlə birləşik yazılır, amma dadədən sonra gələrsə ayrı yazılmalıdır. Yəni burada sən dəmi hər biri ayrı yazılmalıdır. Elə səhv D variantında olur. Üçüncü sualda deyir ki, cümlələrin birində düz sözü ədat kimi işlənmişdir. Belə bir izah verim. Düz sözü ədat da ola bilər, sifət də ola bilər, zərf də ola bilər, feil də ola bilər. Ümumiyyətlə əsas nitq hissələri olanda suala cavab verir. Amma ədat kimi olanda isə həm suala cavab vermir, həm də ki, lap sözü ilə əvəz edə bilirsiniz. İndi gəlin baxaq. Bu düz al-əlvan çiçəklər və qıpqırmızı lalələrlə örtülmüşdür. Burada düz düzənlik, yəni isim kimi gedir. Burada deməli A variantını çıxırıq. B variantında süzən görüşə düz vaxtında gəldi. Aha, görüşə lap vaxtında gəldi. Görürsüz, əvəz edə bilirəm. Elə B variantı olur. Digərlərinə də baxaq. Gördüyünüz düz yol, Goran boydan keçir. Düz yol necə yol? Yanında da isim gəlib. Deməli, sifətdir burada düz. Balaca Səid bütün sözləri düz yazmışdı. Necə? Düz. Burada düz yazmaq düz zərfdir. İsti çörəkləri süfrənin üstünə düz. Nə et? Düz. Burada isə feil kimi işlənir. Deməli, 3-də B olur. 4-də cümlələrdən birində 3 ədat işlənmişdir. Məgər sən elə danışmamışdın ki? Deməli, burada məgər 1, elə burada əvəzlik kimi gedir, elə danışmaq. Sadəcə zərf əvəz eləyib. Bir də ki var ədat kimi. Yəni burada 2-dir, 3 deyil. Ona görə A variantını çıxdım. Gəlsənə tətildə bir Şamaxıya da gedək də. Gəlsənə 1. Burada dadə bağlayıcıdır. Yəni Şamaxı, həmçinin Şamaxıya da gedək. Ona görə burada yəni 3 dənə yoxdur. Bəli, deməli bəli. Artıq bunu da götürə bilərik. Uşağı da özünlə apara bilərsən. Burada da 3 olmadı. Deməli bəli, artıq dadə burada bağlayıcıdır, özünlə lalə isə qoşmadır. Demək, burada da bunu da çıxdım. Olduqca gözəl bir rəsm əsərinə görə mükafat aldı. Xeyr, burada da 3 yoxdur. Olduqca görə, çünki burada qoşma kimi gedir. Elə ancaq buna görəmi incimişdin? Eləni götürə bilərik. 1. Ancaq sözü bağlayıcı da ola bilər ədatda. Əgər ancaq sözünü təkcə ilə əvəz eləyə bilirsinizsə ədat olur. Elə təkcə buna görə mi incimişdin? Bəli, gördünüz, əvəz eləyə bildim. Deməli, ancağı da götürürəm. Eləni də götürürəm. Bir də burada nə var? Mi ədatı. Mi var burada. Deməli, 3 ədat istəyirsə, E variantı bizim doğru cavabımızdır. 5-də cümlələrin birində 3 ədat işlənmişdir. Hər şeyi lap açıq yazmazlar ki. Deməli, burada lap var, bir də ki var, 2-dir. A variantını çıxdım. Bax, elə mən də onu demək istəyirdim də. Deməli, burada bax var, elə var.
Mən də burada dadə bağlayıcıdır. Onu demək istəyirdim də, burdakı digər dadə isə ədatdır. Deməli, bəli, elə B variantında 3 ədat işlənibdir. 6-cı sualda altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Aha, düz sözü. Məşədi Haşim düz yarım saat danışdı. Burada ədatdır. Lap yarım saat danışdı. Yəni əvəz eləyə bilirəm də. Bir ay tamam oldu, düz bir ay, bir gün. Burada da ədat kimi işlənir. Qoy təbiət baharı qarşılasın. Aha, burada qoy ədatdır. Ümumiyyətlə bu qoydu, gəldi, gördü. Bunlar fe'l kimi də işlənə bilər. Amma nəzərinizə çatdırım ki, əgər cümlədə başqa bir əsas fe'lin varsa, bunlara ədat götürəcəm. Məsələn, C variantında mənim fe'lim var, qarşılamaq. Ona görə qoy burada ədat kimi gedir. Deməli, C variantında çıxdı. Belə uşaqlar ancaq fərdi şəkildə hazırlaşmağı xoşlayırlar. Təkcə fərdi şəkildə, ancaq, yəni təkcə ilə əvəz eləyin, eləyə bilirsinizsə ədatdır. Gördüm, ancaq tanıya bilmədim. Ancağı, amma, lakindən əvəz eləyə bilirsinizsə bağlayıcıdır. Baxın, yenə qeyd edirəm. Ancaq bağlayıcı da ola bilir, ədat da. Əgər amma, lakin, fəqətlə əvəz eləyə bilirsinizsə bağlayıcıdır. Təkcə ilə əvəz eləyə bilirsinizsə ədatdır. İndi burada gördüm, amma tanıya bilmədim. Deməli, burada ədat deyil, bağlayıcıdır. 7-ci sualda altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Nizamiyə bax, Füzuliyə bax, Neyt bax. Suala cavab verir. Elə daha doğrusu ədat deyil deyirsə, elə A-nı götürürəm. Çünki suala cavab verir. Nə et? Bax. Digərlərinə də baxaq. Qoy var olsun elm varı. Baxın, burada başqa bir fe'lim var olmaq. Ona görə qoy burada ədatdır. Necə gözəl havadır? Bəli, necə burada ədatdır. Qoy gəlsin. Baxın, gəlsin varsa deməli qoy ədatdır. Necə kef çəkməli əyyam idi. Burada da ondakı ədatdır. Sadəcə A variantında dediyim kimi həm suala cavab verir. Füzuliyə bax, Nizamiyə bax, Neyt bax. Suala cavab verirsə əsas nitq hissəsidir. Elə A variantını götürdük. 8. Altından xətt çəkilmiş sözlərdən biri ədatdır. Nəriman da bu məsələdən xəbərdardır. Əgər bağlayıcı ilə bağlı testlərin izahına baxmısınızsa, orada qeyd eləmişdim ki, dadə bağlayıcı olan cümləyə həmçinin qoya bilirəm. Həmçinin Nəriman da bu məsələdən xəbərdardır. Hamının xəbəri var, belə düşünün. Hamının xəbəri var. Həmçinin Nərimanın da xəbəri var. Deməli, burada bağlayıcıdır, ədat deyil. Əgər belə şəkildə düşünə bilirsinizsə. Səndə bu ellərin qüdrəti vardır. Ümumiyyətlə, ədat birləşik, dadə ədatı birləşik yazılmır. C-ni də çıxdım, D-ni də çıxdım, qaldı elə E variantı. Baxın, birləşik yazılmır dadə. Görürsən də nələr oldu. Yəni, burada ədat kimi gedir. 9. Nümunələrin birində ki, ədat kimi işlənmişdi. Ki, bağlayıcı ola bilir. Bağlayıcı olanda özündən sonra vergül qoyulur. Hər iki tərəfində cümlə olur və xəbərdən sonra gəlir. Ədat qüvvətləndirici ədat ola bilir, sual ədatı ola bilir. Qüvvətləndirici ədat olanda isə mən ki, sən ki, bu tipli işlənir. Sual ədatı isə sual cümləsində. Gəlin indi baxaq. Deyir, rayondan xəbər gəldi ki, sel əkin-biçinə ziyan vurub. Deməli, burada ədat deyil, həm vergül qoyulacaq, həm də fikir verin, xəbərdən sonra gəlibdir. Gəldi ki, burada bağlayıcı kimi gedir. Deyirlər ki, baxın yenə iki cümlə deyirlər. Digər tərəfdə yaxın günlərdə yeni körpünün açılış mərasimi olacaq, bağlayıcıdır. Həmçinin xəbərdən sonra gəlib deyirlər. Bizimki heç vaxt gətirmir bacı. Bizimki, sizinki, dünənki. Burada sözü biçik yazılmalıdır. Ki, çünki həm isim, həm sifət düzəldən şəkilçidir. C-ni, D-ni çıxdıq. Çünki orada birləşik yazılır. Mən ki, candan keçirəm sevgili cananım üçün. O mənim dostumu düşmən törədir canım üçün. Mən ki, sən ki, o ki, bu tipli gördüyünüz zaman ədat götürə bilərsiniz. Cavabımız olur elə E variantı.
10-cu sualda hansı cümlədə ki ədat kimi işlənib? Yenə durğu işarələrini buraxıb verir bizə sualı cümlələri. Elə yaşa ki, sonra utanmayasan. Deməli, burada bağlayıcı kimi gedir. Həm hər iki tərəfində cümlə var. Çünki tabellik bağlayıcısı olan ki, cümlələri birləşdirir. Diqqət eləyin ki, hər iki tərəfində cümlə olsun və feildən, xəbərdən daha doğrusu sonra gəlsin. Elə yaşa ki, burada artıq bağlayıcı gedir. Atalar deyib ki, baxın burada da bağlayıcı gedir. Atalar deyib, digər tərəfdən isə bu gün işini sabaha qoyma. İki cümləni birləşdirib və əslində burada hər ikisində vergül qoyulmalıdır və xəbərdən sonra gəlib. Mən bilirəm ki, baxın bu da eyni tipdir. Burada da bağlayıcıdır. Onun ki, bu məsələdən xəbəri yoxdur. Bəli, onun ki, mən ki, sən kimi, sən ki, digər əvvəlki sualda da qeyd eləmişdim. Bu tipli olanda ədat götürün. Danış ürəyin boşalsın. Burada da bağlayıcı olur. 11. Cümlələrdən birində təkcə sözü ədat kimi işlədilmişdi. Güllərin arasında təkcə qızıl gül yox idi. Bəli, elə bu variant olacaq. Niyə? Ümumiyyətlə təkcə ədat olanda digər sinonimləri ilə əvəz eləyə bilərsiniz. Ancaq, yalnız, tək, bircə güllərin arasında yalnız qızıl gül yox idi. Güllərin arasında bircə qızıl gül yox idi. Görürsüz, sinonimi ilə əvəz eləyə bilirəm. Sinonimi də nədir? Eyni məna növündə olan ədatlardır. Deməli, A variantında elə olur ədat kimi. 12. Cümlələrdən birində təkcə sözü ədat kimi işlənmişdi. Aha. Zümrüd xanım bütün bu işlərə təkcə qərar verirdi. Xeyr, ümumiyyətlə burada ədat olmur. Çinarın kölgəsində təkcə oturub, tək oturmaq, tək qərar vermək olmur ədat. Baba bostanı təkcə şumlayıb qurtardı. Burada da ədat kimi getmir. Təkcə sən yoxsan. Baxın, bircə sən yoxsan. Yalnız sən yoxsan. Əvəz eləyə bildim D variantında, ona görə D variantı olur doğru cavab. Digərlərini özünüz sınayın, əvəz eləyə bilmirsiniz. Ona görə D variantı olur ədat. 13-də sual ədatı işləmiş cümlələri müəyyən edin. Görəsən onu tapdılar? Xeyr, burada ümumiyyətlə ədat işlənməyib, biri çıxdı. Nə üçün Məhəmməd işdən çıxdı? Burada da yoxdur heç ədat. Məgər bütün bunlar aydın deyil? Məgər 3-ü götürdüm. Bəs məlum olmaq istəmirdin? Bəs. Sən necə əsərləri xoşlayırsan? Burada da yoxdur. Maraqlıdır. O bizimlə razılaşacaqmı? M var. Altında götürdüm. 3, 4, 6 olur doğru cavabımız. 14. Nümunədə ədatın hansı məna növləri işlənmişdi? Mənim nə dərdim var, tək sən yaşa. Of qacar, vicdanın döndümü daşa. Deməli burada döndümü mü var. Nə ədatıdır? Sual ədatıdır. Bir də burada tək var. O da arzu ədatıdır. Deməli doğru cavabımız olur C variantı. 15. Nə sözü hansı cümlədə ədat kimi işlənmişdi? O nə dinir, nə də danışır. Belə qeyd edeyim ki, əgər təkrarlanırsa nə də cümlədə, bu zaman bağlayıcı olur. Burada nə dinir, nə danışırdı, bağlayıcı kimi gedir. Baxmaqdan nə ürək, nə göz doyardı. Görürsüz, təkrarlanır. Bu zaman bağlayıcıdır. Səltənət nə dinir, nə danışır. Eyni şəkildə bağlayıcıdır. Bahar gəldi, nə gəldi? Bəli, burada ədat gedir. Nə düşər yurdu getmiş bir igidin payına, burada da əvəzlik kimi gedir. Deməli, doğru cavabımız olur D variantı. 16. Cümlələrin birində ki, ədatı işlənmişdi. Aha, ədat kimi. Dedi ki, baxın, vergül qoyulubsa çıxın, çünki bağlayıcıdır. Sən kəmişonu tərifləyirdin. Bəli, elə B variantı olur ədat. Baxın, vergül qoyulub, C, D-ni çıxdıq. Ümumiyyətlə, E-də isə yoxdur. Əgər çəpəki sözünü deyirsinizsə, orada A-2 şəkilçisidir. Heç, yəni ki yoxdur orada. Deməli, cavabımız oldu B variantı. 17. Cümlələrin birində iki ədat işlənmişdi. Bu xalını təkcə sən toxumusan.
Xeyr, burada yoxdur. Gəlin digərinə keçək, baxaq B variantına. Gör nə gözəl havadır. Bəli, burada gör var, bir də nə var? Elə B variantı bizim doğru cavabımızdır. 18-ci sualda ki, hansı cümlədə ədad kimi işlənmişdir? Sənə 2 dəfələrlə demişəm. Bəli, elə burada A variantında ədad kimi işlənir. Digərlərinə baxaq görək nədir? Dünənki hadisə ki, orada leksik sifət düzəldən şəkilçidir. B variantını çıxdım. C variantına vergül qoyulubsa bağlayıcıdır. D variantında qeyd elədim ki, A2 şəkilçisidir. E variantında da şəkilçidir. Ona görə elə cavabımız olur A variantı. 19. Hansı cümlələrdə ədad işlənmişdir? Şair, gəl aldanma dünyanın varına. Bəli, burada gəl, çünki başqa bir əsas feilimiz var cümlədə. Deməli, biri götürdüm. Yoxdur bu torpaqda sizin tək şair. Burada bir dənə qoşma var sizin tək. Kaş ki tapşırığı vaxtında yerinə yetirəydim. Kaş ki var burada arzu ədatı. Bəh-bəh, kitab bağlandı. Burada nida var. Mən ki bütün qaydalara əməl edirəm. Deməli, burada da ki var. 1, 3, 5 doğru cavabımız C variantı olur. 20-ci sualda altından xətt çəkilmiş sözlərdən biri ədad deyil. Aha, ədad olmasın deyir. Qoy bol olsun elin varı, ədaddır. Niyə? Əsas feilin var, bol olmaq, bol olsun. Uşaqlara yaxşı bax. Nə et? Bax. Görürsüz, suala cavab verir. Həm də bu cümlədə uşaqlara yaxşı bax cümləsində başqa bir əsas feilim yoxdur. Mən onu cümlədən çıxarsam, yəni artıq cümlə olmur. Yəni ona görə bax burada nə olur? Feil olur. Mənim əsas feilim olur. Ədad olmur. Deməli B variantı bax sözü ədad deyil, feildir. Niyə? Bir daha qeyd edeyim səbəbini. Çünki suala cavab verir. Çünki əsas feildir. Çünki cümlənin təsir gücünü artırmır. Cümlənin qurulmasında iştirak edib birbaşa. Yəni təsir gücünü artırsaydı, oradan çıxardanda heç bir şey baş verməzdi. Yəni təsir gücü azalardı sadəcə. Ona görə elə B variantında bax sözü feildir. Digərlərinə də baxaq. Bax, sənə deyirəm ha, bəli, hər ikisində ədaddır. Necə yəni gəlməyib? Bəli, ədaddır. Necə burada? Ax, necə kef çəkməli əyyam idi. Bəli, necə və ki var. E variantında çıxıram, elə B qaldı. 21-ci sualda aşağıdakı cümlələrdən hansında ki ədad kimi işlənmişdir? Yenə vergül işarəsini buraxıbdı. Elə o saat tapşırdım ki, baxın, elə o saat tapşırdım ki, həm də diqqət eləyin. Ki özündən sonra yeni bir cümlə istəyir. İstəyir ki, ardı gəlsin. Bağlayıcıdır. Sən oxuyursan ki, yaxşı biləsən. Bəli, feildən, xəbərdən sonra gəlibdir. Hər iki tərəfində cümlə var. Kitab mənimkidir, burada şəkilçidir. O bildirdi ki, burada da bağlayıcıdır. O ki belə demirdi. Bəli, o ki, mən ki, sən ki. Gördüyümüz anda ədad kimi götürə bilərik. Deməli, E variantı olur. 22. Cümlələrin hansında də ədad kimi işlənib? Də ədad olanda sözə ayrı yazılır. Deməli, A variantını çıxdım. Gedək də, durmusan? Bəli. Deməli, burada ədaddır, gedək də. C-də birləşik yazılıb. D-də yağış da, qar da. Həmçinin yağış da, qar da bizi qorxutmadı. Bağlayıcıdır. Həmçinin kənd də, şəhər də bu işdən kənarda qalmaq istəmir. Bağlayıcıdır. Deməli, doğru cavabımız elə B variantı olur. 23-də elə sözü hansı cümlədə ədaddır? Onu elə bil yuxudan oyatdılar. Elə bil ki, modal söz kimi gedir. A-nı çıxdım. Müəllim elə uşaqları həmişə fərqləndirirdi. Necə uşaqları, elə uşaqları burada sifəti əvəz edən əvəzlikdir. B variantını çıxdım. Elə içəri girmişdi ki, bəli, burada ədad kimi götürə bilərik. Elə içəri girmişdi ki, D variantı eləsi deyil. Çünki ümumiyyətlə ədad şəkilçi qəbul eləmir. Burada si şəkilçisini artırıblar. Hey deyirəm ki, elə olmaz, necə olmaz? Yəni burada da ədad deyil. Cavabımız olur C variantı. 24. Sual ədatı hansı nümunədədir?
Gəlin baxaq, sual ədatları hansıları idi? Məgər, yəni, bəs və mi, mi, mu ədatı. Deməli, sən mənim qədrimi biləsən deyə bu cavan yaşımda ölümmü indi mü var burada. Elə sual ədatı kimi götürə bilərik. Cavabımız olur 24-də A variantı. 25-ci sualda deyir ki, nümunələrdən birində nə ədat kimi işlənmişdi? Yəni biz bilirik ki, nə əvəzlik də ola bilər, nə əgər təkrarlanırsa bağlayıcı da ola bilər və ədat da ola bilər. İndi gəlin görək hansı variantda ədat kimi çıxış eləyib. Eldar nə dindi, nə danışdı? Əgər təkrarlanırsa nə, bu zaman bağlayıcı götürürük. Lamiyə bu barədə nə bilirsən? Baxın, sual verir. Lamiyə, bu barədə nəyi bilirsən? Burada sual əvəzliyi olur. Nə gözəldir dağ döşündə bulaqlar. Bəli, nə gözəldir. Artıq burada ədat funksiyasında çıxış eləyir. Cavabımız olur C variantı. 26-cı sualda hansı cümlələrdə ədat işlənmişdi deyir. Elə biz də bu məsələdən narahatıq. Bəli, burada elə biri götürürük. Yoxdur bu torpaqda şair sizin tək. Burada sadəcə qoşma var tək. Axı mən insanam, arzularım var. Deməli burada axı var. Üçü də götürürük. Ah nələr duyuram onun səsində. Nida var. 4-ü çıxdıq. Ədat yoxdur. Bir də evə gecikmələm. Lap arxayın ol. Lap var 5-də də. Deməli doğru cavab olaraq 1, 3 və 5-i götürürük A variantı. 27. Ədat işləmiş cümlələri müəyyən edin. Tək o mənim dərdimə çarə tapa bilər. Bəli, təkcə. Deməli burada biri götürürük. Şərqiyə şəhərə tək getmişdi. Xeyr, burada tək getmişdi. Tək əsas nitq hissəsi kimi gedir. Ona görə yəni 2-ni çıxdım. Tək oğlu orduya çağırmırdılar. Burada da tək ədat olmur. Tək övladlarımız sağ-salamat qayıtsın. Bəli, təki. Deməli burada arzu ədatıdır. Kaş. 4-ü də götürdüm. O da sənin tək inadkardır. Tək isə burada artıq qoşmadır. Çünki sözə də birləşik yazılıb. Deməli 5-i də çıxdım. Doğru variantım 1, 4, B variantı oldu. 28. Sadalanan xüsusiyyətlər hansı köməkçi nitq hissəsinə aid edilə bilər? 1-də deyir, cümlədə fikrin təsirli ifadə olunmasına kömək edir. Sual, arzu, xahiş mənalarını gücləndirir. Əgər cümlədə fikri daha təsirli ifadə edirsə, bu zaman ədat götürəcəyik. Cavabımız olur A variantı. 29. Hansı cümlədə fikrin təsir gücünü artıran söz var? Qeyd elədik ki, fikrin təsir gücünü artıran söz, yəni ədat istəyir bizdən. Gəlin baxaq görək ədat harda var? Həqiqətən ordumuzun qələbə əzmi güclüdür. Burada həqiqətən modal sözdür. Yəni ədat yoxdur. Nə danışır, nə yazır. Təkrarlanırsa nə də bağlayıcıdır. Meşədən nə yığdın? Sual əvəzliyi. Nə gözəl yaraşır muğana ceyran. Bəli, nə gözəldir, nə gözəl yaraşır. Bu tipli cümlələrdə ədat kimi götürə bilərik. Cavabımız olur D variantı. 30-cu sualda hansı cümlədə vergül ədatla bağlıdır? Ümumiyyətlə biz bilirik ki, deməli ədatlardan sonra vergül işarəsi qoyulmur. Sadəcə təsdiq, inkar bildirən hə, yox, bəli, xeyr kimi ədatlardan sonra vergül işarəsi qoyula bilər. Elə olanda isə bir dənə C variantında xeyirdən sonra vergül qoyulub. Ona görə biz C variantını götürürük. 31-ci sualda hansı cümlədəki səhv ədatın yazılışı ilə bağlıdır? Aha, gəlin baxaq. Doğrudan da xalq hakimiyyətin mənbəyidir. Deməli burada hər hansı bir ədatın yazılışına səhv yoxdur. Yalnız bəziləri belə düşünür və danışır. Bəli, yalnız burada ədatdır və yalnız yox, yalnız şəklində yazılmalıdır. Deməli, elə B variantını götürürük. Səhv yazılıb ədat. 32. Hansı cümlədəki səhv ədatın yazılışı ilə bağlıdır? Sən demə kitabxanada idin. Bəli, burada mi ədatdır.
Baxın, belə bir qaydamız var. Mi ədatı sözə birləşik yazılır normalda. Sadəcə dadə bağlayıcısından sonra gəlirsə, bu zaman ayrı yazılmalıdır. Yəni elə A variantına sən də mi bağlayıcıdan sonra gəlib deyə mi ayrı yazılmalı idi əslində. Səhv yazılıb burada. Cavab olur elə A variantı. 33-cü sualda ədatlardan birinin qrammatik mənası fərqlidir deyir. Qrammatik mənası deyəndə məna növləri nəzərdə tutulur. Yəni gəlin baxaq görək hansı məna növlərindədir. A variantında di, danış, eşidək. Burada di əmr ədatı kimi gedir. Dil dünyanın ən yaxşı və ən pis. Ən burada qüvvətləndirici ədat gedir. C-də gəlin ana dilimizi qoruyaq. Gəlin əmr ədatı. Bax bu gözəlliyə varam. Bax əmr ədatı. Qoy mən yenə söhbət açım öz diyarımdan. Qoy yenə əmr ədatı. Fikir verdinizsə A, C, D, E-də əmr ədatı oldu. B variantında ən qüvvətləndirici ədat oldu. Ona görə, yəni B variantı digərlərindən fərqlənir. 34-də ədat işlənmiş cümlələri müəyyən edin. Kəmərdən qiymətli sizdə nə var ki? Deməli, burada ki var, sual ədatı. Biri götürdüm. Zəng təzə vurulmuşdu ki, müəllim sinifə girdi. Burada ki-dən sonra vergül qoyubsa, bağlayıcı kimi götürürük. Həm də hər iki cümləni bağlayıb bir-birinə bağlayıcıdır. İkini çıxdın. Tək balamsan. Sənsiz burada qalmaram. Xeyr, tək bala. Yəni burada başqa da ədat yoxdur. Ümumiyyətlə yoxdur ədat. Təkdə burada əsas nitq hissəsidir. 4-də deyir, bircə gəlsin görüm nə istəyir. Bircə gəlsin, yalnız gəlsin, təkcə, yəni burada ədat kimi götürə bilərik. 4-ü götürdüm. Daşmı zənn edirsən sən bu qəlbimi? Deməli, daşmı burada da var. Ədat 5-i də götürdüm. Ocaq söndü, ancaq tüstü kəsilmirdi. Burada ancaq bağlayıcıdır. Niyə amma ilə əvəz eləyə bilərik? Ocaq söndü, amma tüstü kəsilmirdi. Deməli, doğru cavabımız 1, 4, 5 E variantı olur. 35. Hansı cümlədə ədat işlənmişdi? Yəni ədatı seçməyimizi istəyir. Bu işi ancaq sən görə bilərsən. Bu işi təkcə sən görə bilərsən, yalnız sən görə bilərsən. Görürsüz, ancağı, yəni təkcə, yalnız, tək, bircə bu sözlərlə əvəz eləyə bilirsinizsə ədatdır. Yox, amma, lakin, fəqətlə əvəz eləyə bilsəz bağlayıcıdır. Deməli, biri götürdüm. Həll edə bilərdim, ancaq vaxtım çatmadı. Baxın, amma, lakin vaxtım çatmadı. Bağlayıcı gedir. Kənarda tək dayanıb gəlib gedənə baxırdı. Tək dayanmaq. Xeyr, burada ədat getmir tək. Təkcə sənə gümanım gəlir, ay oğul. Bəli, təkcə sənə, bircə sənə, ancaq sənə. Baxın, digər məna növündə olduğu digər ədatlarla əvəz eləyirsiniz. Deməli, 4-ü də götürdüm. Bir sənin yolunu seçdim bu dünyada. Tək sənin yolunu seçdim. Bəli, burada da yəni 5-i götürə bilərəm. 6-da deyir, dağı aşan kimi gözəl mənzərəyə rast gəldik. Dağı aşan kimi burada qoşmadı. Başqa da bir köməkçi nitq hissəsi yoxdur. Deməli, doğru cavabımız 1, 4, 5 D variantı olur. 36. Ədat işlənmiş cümlələri müəyyən edin deyir. Lazımsız kağızları da yığışdırın. Xeyr, burada dadə bağlayıcıdır, biri çıxdıq. Vaxt artıq gəlib çatmışdı. Bəli, burada artığı götürə bilərik. Biz səni də nəzərdə tutmuşuq. Xeyr, burada da dadə bağlayıcı gedir. 3-ü çıxdıq. Su axar, səmtini tapar. Ancaq bunun nə demək olduğunu hər adam başa düşməz. Ancaq, amma, lakin bunun nə demək olduğunu hər adam başa düşməz. Görürsüz, bağlayıcı ilə əvəz eləyə bilirəm. 4-ü də çıxdım, çünki ancaq orada bağlayıcıdır. 5-də lap vaxtında gəlmişsiniz. Bəli, lap ədatdır. Deməli, doğru cavabımız 2, 5 C variantı olur. 37. Hansı sıradakı işarələnmiş sözlər yalnız ədat kimi işlənmişdir?
Aha, deməli, gəlsənə bu gün kitabxanaya getməyək. Burada gəlsənə ədat kimi bütövlükdə götürülür. Bunu tapmağın bir neçə yolu var. Bəzən, yəni bəzi cümlələrdə olur, gəl feil olur, sana, sənə ədat olur. Amma burada bütövlükdə ədat götürürəm. Niyə? Çünki burada mənim əsas feilim var cümlədə. Ona görə, yəni başqa bir feilə ehtiyac, yəni yoxdur deyə gəl sözünü, gəlsənə sözünü bütövlükdə elə ədat kimi götürə bilərəm. Bu baxımdan da düşünüb elə biri götürürük. Deməli qoysana biraz dincələk. Baxın burada da qoysananı bütövlükdə ədat götürürəm. Amma 3 ilə 4-ə fikir verin. Sən də bir bizim tərəflərə gəlsənə. Mən burada gəlsənəni bütövlükdə ədat götürsəm, axı mənim cümləmin bir xəbəri, bir feili qalmadı. Yəni cümlə olmaq üçün bir xəbərə ehtiyacı var. Ona görə mən burada gəli götürürəm mənim feilim. Sana, sənəni isə ədat götürürəm. Eynən 4-də də elədi. Kitabı yerinə qoysana, qoy burada feil kimi gedir, sana isə ədat gedir. Yəni bütövlükdə götürmürəm. Ona görə doğru cavabımız yalnız ədat deyirsə 1 və 2 D variantını götürürəm. 38. Hansı cümlələrdə ki ədatı işlənmişdir? Ki bağlayıcı da ola bilər, ədat da ola bilər. Yenə təkrar eləyirəm, ədatın 2 məna növü olur. Ki sifət düzəldə bilər. Gəlin indi baxaq görək. Hansında ədatdır? Harama, halala baxan kimdir ki? Bəli, sual ədatı. Biri götürdüm. Dedi ki, gözləsin, indi gəlirəm. Baxın, xəbərdən sonra gəlib, özündən sonra vergül qoyub, bağlayıcıdır. 2-ni çıxdı. Mən ki, heç nə demirəm. Mən ki, sən ki, o ki olanda ədat götürə bilərik. 3-ü də götürdüm. 4-də siz ondan niyə qorxursunuz ki? Sual ədatıdır. Bəli, 4-ü də götürə bilərsiniz. Mehmanın arzusu budur ki, xeyr, özündən sonra vergül qoyulub. Əgər durğu işarəsini buraxmayıbsa, yəni qoyubsa, rahatlıqla vergül görəndə bağlayıcı götürə bilərsiniz. 5-i də çıxdım. Deməli, doğru cavabımız ədat kimi 1, 3, 4 E variantı olur. 39-da arzu ədatları işlənmiş cümlələri müəyyən edin. Arzu ədatları hansıları idi? Yadımıza salaq. Kaş, təki, barı, kaşki, gərək. Bir də bir və bircə də var. Gəlin baxaq görək hansında var. Sənin təki dostu olan xoşbəxtdir. Burada arzu ədatı, yəni yoxdur. Deməli mən çıxıram biri. Barı çəkdim, yol saldım. Barı burada bu hasar mənasında gedir. Yəni bir səd mənasında. Ona görə 2-ni də götürmürəm. Yəni çıxdım 2-ni də. Barı gəlib çıxa idin. Kaş gəlib çıxa idin. Bircə gəlib çıxa idin. Yəni baxın, digər ədatlarla əvəz eləyə bilirəm. 3-ü götürdüm. Məgər mən bunu bilmirəm. Məgər burada sual ədatıdır. O heç də narahat deyildi. Tək oğlunun işləri yaxşı gedəydi. Kaş oğlunun işləri. Yəni bəli, burada 5-i də götürürəm. Tək çünki arzu ədatıdır. Deməli, doğru cavabımız C variantı 3 və 5 olur. Keçək 40-a. Artıq açıq sualdır. Hansı cümlələrdə ədatın müxtəlif məna növlərinə aid nümunələr işlənmişdir? Gəlin baxaq. Hətta avtomobil təmiri idarəsində yenicə işə düzəlib. Xeyr, burada yoxdur. Gəlin 2-yə baxaq. Məhz bu gün rayona getməlisən. Aha, burada deməli məhz var. Məhz dəqiqləşdirici ədatdır. Bir də getməlisən ha. Bir də ha var. Deməli 2 məna növüdür. 2-ni götürə bilərəm. 3 də elə indi bütün fikirlərimi məhz ona deyəcəm. Deməli elə və məhz var, amma ikisi də dəqiqləşdirici ədat gedir. Yəni müxtəlif məna növü deyir bizə. Ona görə 3-ü götürmürəm. Kaş arzu ədatı gedir. Bu işdə ancaq məni günahkar bilməyə. Ancaq isə məhdudlaşdırıcı ədat gedir. Bəli, bu cümlədə də 2 müxtəlif məna növü var. Yəni arzu və məhdudlaşdırıcı. 4-ü də götürdüm. Bax, tapşırıqlarını da gətir ha. Burada bax var, ha var, amma ikisi də əmr ədatı gedir. Deməli
Müxtəlif deyil, 5-i çıxdım. Yəni bu işi səndən yaxşı görən varmı? Yəni var. Bir də mi var. İkisi də sual ədatıdır. Ona görə 6-nı da götürmürəm. Cavabımız 2 və 4 olur. 41. Ədatlarla bağlı doğru fikirləri müəyyən edin deyir. Başqa nitq hissələri ilə ədatlar arasında sinonimlik yarana bilər. Xeyr, bu səhvdir. Ümumiyyətlə sinonim dərsində biz antonim, sinonimdə demişdik ki, onlar eyni nitq hissəsinə aid olmalıdır. Sinonimlər də, antonimlər də və eyni zamanda çoxmənalı sözlər də eyni nitq hissəsinə aid olmalıdır. Ona görə bir səhvdir. Bəziləri amonimlik xüsusiyyətinə malikdir. Bəli, ədatlar amonim ola bilir. Bir qismi söz cümlə kimi çıxış edə bilir. Bəli, 3 düzdür. Yəni bir qismi söz cümlə kimi, indi söz cümlənin növlərini keçəndə daha yaxşı başa düşəcəksiniz. Orda söz cümlə, yəni köməkçi nitq hissələrindən ibarət cümləni nəzərdə tutur. Ədatlar da söz cümlə kimi çıxış edə bilirlər. 4-də deyir, ədatlar öz aralarında sinonimlik yarada bilmir. Xeyr, səhvdir, yarada bilirlər. Eyni məna növündə olan ədatlar bir-biri ilə sinonimdir ki, biz onları əvəz eləyə bilirik hətta digəri ilə. 5-də deyir ki, mıl sual ədatı həm bitişik, həm ayrı yazıla bilər. Bəli, daha əvvəlki suallarda qeyd eləmişdim ki, M ədatı sözə normalda birləşik yazılır. Sadəcə dadə bağlayıcısından sonra gələndə ayrı yazıla bilər. Deməli, doğru cavabımız 2, 3 və 5 götürürük. 42. Ədatlarla amonimliyi olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Deməli, biz də bağlayıcını tapırıq. Çünki bağlayıcının işləndiyi cümləni deyir. Amma həmin bağlayıcı da ədatla amonim olmalıdır. Gəlin baxaq görək. O bu işdə ancaq özünü günahkar sayırdı. Burada deməli ancaq ədatdır, bağlayıcı deyil. Baxın yenə qeyd edirəm. Bağlayıcının işləndiyi cümləni tapmalıyıq. Biri çıxdı. Səlbi beləcə qovrulur. Ancaq, bəli, burada ancaq, amma gələnləri heç nə sezdirmirdi. Deməli, ancaq burada bağlayıcıdır, bəli, və ədatla da amonimliyi var. Məhdudlaşdırıcı ədat ola bilir. 2-ni götürdüm. Sonra onlar cavanları, yəni Şirzadı, Qaraşı, Mayanı daha çox alqışladılar. Bəli, burada yəni var, bağlayıcı kimi. Ədat kimi də yəni sual ədatı ola bilir. 3-ü də götürdüm. Belə ki, imtahanlar artıq yekunlaşmışdı. Belə ki, bağlayıcıdır. Amma belə ki, belə deyim, bütövlükdə ədatla amonimlik yoxdur. 5-də deyir, bu elə bir işdir ki, bəli, bağlayıcı var burada. Ki bağlayıcısı ki ədatı ilə yəni ədatla amonim ola bilir. Deməli, qüvvətləndirici ədat da var, sual ədatı da var. Deməli, 5-i də götürdüm. Nə kəndə getməli havadır? Xeyr, burada bağlayıcı yoxdur. Deməli, doğru cavabımız elə 2, 3 və 5 olur. Sonuncu sual, yəni 43. Cümlələrdəki ədatların qrammatik mənasına görə işlənmə ardıcıllığını, mənasını istəyir. Bu barədə sizə əvvəldən məlumat verilmişdi ki, sualdır. Deməli 3 ilə başlayıram. Məhz bu məsələdə sənin dediklərin ağla batandır. Məhz dəqiqləşdirici ədatdır. Deməli 5-i də götürdük. Söylədikləriniz heç də əsaslı dəlillər deyil. Deməli, burada təsdiq, inkar var. Heç biri götürdüm. Sabahki oyunda sən də bizimlə oynasana, sana var burada. Deməli, sana əmr ədatı 4-ü götürdüm. Onu kim çağıracaq? Barı biləydim. Deməli, barı burada arzudur. 2, 3, 5, 1, 4, 2 doğru cavabımız olur.